İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Axşamınız xeyir olsun. Sən zarafat elə efirdədir. Deməli, əziz dostlar, ilk skeçimiz çox belə qeyri-adi bir skeçdir. Səhnə dekorasiyasından da artıq hər şey aydın olacaq. Deməli, təsəvvür eləyin ki, bir gəmi var. Gəminin içində də bir Azərbaycanlı var. Və bu gəmi qəzaya uğrayır, həmin Azərbaycanlı düşür bir adaya. Amma düşdüyü ada, bilirsiniz necə bir adadır? Ancaq qadınlardan ibarət bir ada. Ne oldu? Kişilərə bak. Hamının içində Neandertal çıxdı. Bəli. Gəlin, o adaya ancaq burada skeçdə oynayarıq. Aktyor, xəyal eləmək olur. Gürültülü alqışlarınızla ilk skeçimizə başlayırıq. Sən zarafat elə. Kızlar, bu nədir belə? Biraz bizə oxşuyur, amma nəsə qəribədir. Heyvan növüdür görəsən. Özü də kürklü mürklüdür. Ay qız, kürklü mürklü deyil, tüklü müklüdür. Bu bizim Aybənizə oxşuyur. Ayıldı. O da bizim kimi gözünü açır. Bu nədir? Cənnətdəyəm. Bilirdim, WhatsAppda o mesajı 10 nəfərə göndərəndə də oradan cənnətə düşür. Sən kimsən? Mən? Hə. Adam. Necə adam? Yaxşı adam. Adam da, adam necə olur? Sən bizim kimi deyilsən axı. Allah iraq eləsin, amma niyə sizin kimi olurum? Siz qadınsınız, mən kişiyəm. Kişi! Birinci dəfə deyil kimsə mənə ürəklə belə kişi deyil. Sən kişisən? Ha, nə deyil, sən nə? Uzaqdınız, heç kişi görməmişsiniz? Yox. Nədir yəni, heç görməmişsiniz? Yox. Heç bir qram da. Heç bir qırıq da. Bilsəydim. Sənə yaxınlaşa bilərəm? Xaric buradır, deyirlər xaricdə özləri yaxınlaşır. Sənin qızlar adasında nə işin var? Qızlar adası? O nə elə? Burada yalnız qızlar yaşayır. Məzələnmə. Yaşadım ki mən. Bilsəydim qardaşlarımı da gətirərdim. Amma yox, tək zordur. Qardaş nədir? Qardaş bilmirsiniz nədir? Yox. Siz bir-birinizə burada nə deyirsiniz? Bacı. Bacı. Bacı? Elə bil ki, mən fasonda məndən bir dənə də var. Mən də ona qardaş deyirəm də. Siz eltiz ad da bilməzsiniz nədir? Yox. Elə bil ki, tipa mən səni aldım. Qardaşım da bunu aldıq. Siz bacılıqdan keçib olursunuz elti. Alıb hara aparırsan? Az nə bilim, dədəmin evinə. Ev axırda kimə qalır?
eltini bu dəqiqə eşitdin. Ücə ev bölürsən ya, vicdansız. Genetika ki, genetikayı. Qızlar, biz Uca Şirvinəyə xəbər eləməliyik. Şirvinə kimdir az? Şirvinə kimdir? Şirvinə qəbiləmizin başçısı. Aha, qəbiləmizin başçısı da var. Bunlar belədir, gör bu Şirvinə nətərdir. Çağırın, deyin adıya kişi gəlir, təcili gəlsin bura. Uca Şirvinə gəlir. Destur! Anam, bacım, qız gəlir. Əl ayağı düz gəlir. Qızlar, ananı bacını yığışdıraq, elə belə də. Gözəl, qəşəng qız gəlir. Yaxşı, ana, nə oldu bu? Bundan mən nəsə gözüm su içmir. Salam öyle Şirvinə xanım. Nəhayət ki, gəlib çıxdın. Ha, bunlar mənə çoxdan gözləyirmiş. Axırıncı dəfə canlı kişini mən illər öncə görmüşəm. Onda biz kişilərlə bir yerdə yaşayırdıq. Biz ovovluyurduq, quş-quşduyurduq, döyüşlərə gedirdik. Ana xaqanlığı dövrü idi. Sonra bir gün fikirləşdik ki, biz niyə əziyyət çəkirik? Ha? Kişiləri tırkaladıq, onları təriflədik. Dedik ki, siz çox güclüsünüz. Siz hər şeyə qadirsiniz. Onları ağır işə göndərirdik. Bir də onları allatmışdıq ki, ata xaqanlığı quracağıq. Özümüz də gilə meyvələri dərirdik, yeyirdik. Amma odu qoruyurduq. Sonra günlərin bir günündə bunların arasında nəsə çaxnaşma baş verdi. Qırdılar bir-birlərini. Biz də yenidən öz ana xaqanlığımızı bərpa elədik, qurduq. Yaxşı eləmişsiniz. Burada da yeganə kişi görən qadın mənəm. Görən adam oraya görünür, tərcih. Bravo, görməmişdim, bravo. O bığına zadına var. Lazer zad da yoxdur burada. Qulaq as. Sapla zadla, o inkişaf elə. Qulaq as. Mən danışıram. Bizim nəslimiz tükənmək üzrədir. Ona görə də sən bizə lazımsan. Toxunulmaz Arvadnamə kitabında qeyd olunan o göndərilən adam yəqin ki sənsən, hə? Yəqin ki nədir, inciyərəm. Seçilmiş adam. Ha, inciyərəm, nə? Odur, həmən oğlan mənəm. Ay bola. Onda sən bizə kömək eləməlisən. Bu, insanlıq ölmüyü bu. Mən əlimdən gələni eləyəcəm. Bu rəsmi hissəni qutaraq. Qoy görüm mən. Hardan başlayırıq evlənməyə? Kimdən? Ben görüm az. Dayan. Bir dəqiqə. Sənin seçilmiş olduğu bu, biz test eləməliyik. Test eləyətdə sən laf qabiliyyət imtihanı verim. Tez eləyək, bro. Al bu bankanı aç. Bankanı? Aç. O əsl kişidir. Bacardın. Sən əsl... Sən əsl seçilmiş adamsan. Bir də bankayı. Az nə qədər banka var gətirir. Aferin. Aferin. Hani o? Daş. Daş. Buradadır. O daşı koy o daşın üstüne. Daş elə daşın üstünə. Qala. Düşmedi. Sen doğrudan seçilmiş adamsan. Amma buna yaxşı baxın. Sonra deməsinlər də bura daş qoyanı xahiş edim. Niye? Dedim də daş qoyanı söydürməyin də. Qutaraq, bu rəsmiyyəti qutaraq, bu nəsl artırma zat, başa düşdünüz, başlayaq da, bu nə qarırıq, hardan? Hey kişi! Nədir az? Değme mənə. Deyiləm, elə bir qız yox. Yalvarassan az, ada dolu deyil qızlar. Gəlsən lan. Mənə də əl vurma. Ada nə oldu? O əl vurma, bu əl vurma. O siz gələcək nəsillər düşünmürsünüz? Bu nə məsuliyyətsizlikdir az? Bu adamın gələcək nəsil olacaq. Şimdi bırakım, denən nə bunlar? Bunlar bir şey denən. Bunun sonrası yok diye.
Başa düşdün? Kraliçamız olan yerde bir seçkimik. Başa düşmədim. Əvvəl pis başladı. Amma sonra baxarıq da. Sonrası yoxdur dedim. Nəzər yox, deyə sonrası. Çünki sən mənimlə evlənəcəksən. Sən lan? Bəli. Bunlar harf deyil be. Onlar sənin baldızlarındır. Ha, sen yok ki. Bak, bu kadar baldız olar ha. Cəvəllik də. Ha, yaxşı, hala sən də dişsinirə bax hər dəfə. Mizan qoy əlində. Olmaz ki, siz mənim baldızım olasınız, yox, mən bu zülmü çəkərəm. Yox, olmaz. Bu nə şərəfdir, mənə nail eləmişsiniz. Düz dedin. Sən mənim ərim olmağına şərəf duydun. Çox üzr istəyirəm. Olar mən bu adada şərəfsiz olum. Hə? Mən bu şərəfsizliyi burada boynuma götürürəm. Olmaz. Hə, mən heç mamam evləndirə bilməyib. Gəmiydi də, xaricə gedirdim şəllənməyə, zibilə düşdüm. Əvvəli yaxşı başlamışdı, axırın zayladı. Nəsə mən gedirəm evə. Nizə ilə çox oynama da qalan alım. Keç o yana. Biz pena yaxtın eləməliyik. Pena yaxdı nə də? O xına yaxdı deyildi. Sən axı kişisən. Sənə də xına yaxmalıyıq. Hə? Bu nədir? Ay, bunlar dəlidirlər. Bu pena hardan tapmışsın? Düz tut əlini. Həzdə yaxşı, sənə, sən... Səs verin bu sədamıza. Alqışla. Yaxşı baxın qaqamıza. Alqışla. Uca şivrin ərə gedir. Alqışla. Kişi düşübdü adamıza. Alqışla. Hələ işə düşdü. Kişidir bu, kişidir bu. Şivrinin kişmişidir bu. Uşaq değil, kişidir bu. Kulağım get. Qızlar! Məclis bitdi. Sən də yaman tələsirsən, məclis bitdi o dəqiqə. Deyəmlər, ha, mənə belə urvatsız elədiniz. Necə olmuş o nizənin ucuna bir qırmızı letdən zaten bağlayandı da. Aparın onu qonaq mağarasına. Aparın. Mağarada qalsın siz. Bığından bildin elə. Aparın, niyə dayanmısınız? İşte özüm gedirəm, özüm gedirəm. Ha! Sen ölmeyesen bu ne de? Mağara. Mağara. Kondisioner zat qoyunda mağaraya. Mən elə bilirdim ki, şəhərdə mənəm, fərəsətsiz. Hamı qabağa düşür, mən qızla zaten tanış olamıram. Bu boyda adada təkəm yerə işlə alınmır ya. Bu bir şirvanan nədir, bu şivir nədir, nədir? Kişi? Sen buradan inirsən. Evet, mən... Ay dımbılış. Əzdən nana gözmə soxma da. Dımbılış. Sən belə balacasan, dımbılışsan, çəlimsizsən, eyb yox, eyb yox. Amma sən də qənimətsən. Sən çox gözəlsən, dımbılış. Mən elə gözlədim sənin romantik söhbəti. Şivrin səni öldürər, uzaq dur məndən. O qədər uzaq yox da. Sən də nə istəyirsən, özün bilirsən. Sarbaş. Bəlkə əlindən tutub aparım səni adada gəzdirim. Yaxşı olar, amma heyf olarsan. Heyf oldum da, mən olsa heyf olmuşam mən. Sən ağıllı qız oxşursan, ey. Bunların başını bıraq. Gəl biz qaçaq ey buralardan, gəl. Mənə xəyanət? Qızlar, mən sizə neçə dəfə demişdim ki, kraliçəyə xəyanət eləyən cəzası ölümdür. Ölüflərdən, ha, bunlardan adam olur, öləcəklərdən, ha, kişisiz, zatsız. Qızlar, onun yanında keşik çəkin. Amma bir şərtlə. Bilsəm ki, kimsə ona bir damcı su və yaxud yemək verib, onun da cəzası edamdır. Eşitdiniz? Baş üstü ucu şivrinə. Sən nə durmuşsan, ey qabağım? İyi. Qızlar, eşitsiz məni. Siz məhv olursunuz burada.
Bu da məhv olub gedəsiz siz. Bax, sənin nişanlın iPhone aldıran vaxtın deyəsən, bu adada nə gəlsin? iPhone nədir? Bax, nə haysan? Sənin qaynananla cehiz söhbət edən vaxtındır. Almışsınız əlinizə bir dənə şturvalı burada dovşan qovalayırsınız. Bağışda kişi. Amma kraliçamız hər şeyin ən yaxşısına layiqdir. Ya onunsan ya da qara torpağın. Bax, kim deyir mən ən yaxşısıyam? Sən yaxşısı görməm səni, qarnıma bax mənim. Kvant tatlı su tanıysan sən, kvant tatlı su. O nədir? Sarıbaş biri olandı belə uzun boy, saqqallı, əzələli, uzun. Bizə nələr var orada, rəhbərəng. Targoviyaçısan dalınca sürü ilə düşürlər. Elə də kişi olur. Niyə olmur? O kişidirsə sən nəsən? Volya verən kimi keçdin təhqirə ha. Öyle hər özünə görə kişidir də. Pah, hər özünə görə kişidir. Bu nə eqoist cümlədir? Buna bax, bu çox yeşil şey. Qızlar. Adada görün nə tapmışam. Az o mənim telefonumdur. Buna el vurursan bu kişinin şəkli görünür. Az mənim telefonum deyil o. Bir dənə kolumu at, sizə rəhbərə kişilər göstərəyim. Buna Açın da hara qaçacaq? az aç deyir də. Buğluya bax. Ver də. Sən bunu necə elədin? Mən bayaqdan neynirəm açılmır. Şifrəsi var da, bəs şifrəsini yazdım. Şifrəsini deyə bilərsən mənə? Əlinə bir dənə kişi keçib, o dəqiqə telefonun şifrəsini istəyir. Kvanta baxacaqdım da. Kvans gözünə girsin. Bu nədir ki? Bununla neynirlər ki belə? İndi mən bununla zəng eləyəcəm, dostum gəlsin, bizi buradan xilas eləsin. Qasaq. Nə? Siz adadan qaçmaq istəyirsiniz? Ha, bu xəbərçidir, bu ifritədir bu. Uca sirveylə! Hə, dəqiqə, bu niyə ifritə? Hə, nə olub? İfritə, gözünə bax. Eşitsiniz məni? Bax, gedərik. Hamı zərə verərəm. Cehiz də mənlikdir. Cehiz nədir? Cehiz də bilmişsiniz. Cehiz şeydir də, atanı qonum-qonşunun yanında biabır eləməmək üçün banka girib aldığı əşyalar. Ay, dədə var. Siz onun qollarını niyə açmısınız? Mən bilirdim ki, siz kişi görsəniz, o kişinin şirin dillərinə, şirin sözlərinə aldanacaqsınız. Ona görə də istəmirdim burada kişi olsun. Biz hər şeyi öyrəndik uca şifrinə. Bəli, biz bilirik ki artıq başqa kişilər də var. Ondan da qəşəng kişilər var, Kıvanç var. Doğru Sən de. bizə yalan demisən. Siz də mənə qarşı çıxmısınız? Siz bilirsiniz sizin cəzanız nədir? Ölüm. Ölmüşük də nə day? Yaşayırıq biz. Nə ölümü? Sən ərə gedəsən biz də burada çürüyəcəyik. What eminlə? Qızlar, siz mənə görə dalaşmayın da. Ya da dalaşın, çoxdan istəyirdim mənə görə qızlar dalaşsın. Hadi, bəs də, disilinə baxı dedim. Siz nə istəyirsiniz? Sən nə istəyirsən? Bacılar arasında qırğın salmaq istəyirsən? Madam ki belədir, mən 2-ci dünya saç yoldusu elan eləyirəm. Birinci nədən olmuşdu? Aramızdan kimsə Şivrinə xanımla eyni kombin eləmişdi. Ama gördünüz? Bu ne ola size olmaz. Her şey götsün özüne. Hadi evlendim bunu kişi gelip onu da götürmesin. Kül başımıza. Ha, sen de bunlara yalandan danışırsan. Yıkmışsan bura baksansa kişi xətrinə deyib. Yıkmışsan cemaati bura koymursan çıksınlar geçsinler. Kişisiz bunu yazıq değil mi? Bu sette bak. Qarib qalıb bu. Nə danışırsan sən? Sən nə demək istəyirsən? Mənə bax, çənəvi çox boş qoyma. Özünü ağıllı bilib qalan qızları yolundan çıxartma. Nə edirsən elə? Mənə bax. Nə dil biləcək, nə dodaq. Götür bu 3 dənəni, çıx get hara gedirsən, sürüş buradan. O zaman o ifritəni istəmirəm. Tez. Dördüncü. Kızlar, gedirik. Birinizi özüm alacağım, sen almayacağım dımbılı. Sen çok da danışsan. İkimizi bir tane bomba toyuna ara vereceğim. Gel sen istəmirəm. Gel. Sen zarafat elə. Heç belə səhnə təqdim eləməmişdim. Əziz dostlar, növbəti səhnəmizə keçid alırıq. Bu səhnəciyimizi istəyirəm özünüz tapasınız görüntüdə. Mən də gedim orada yatım. Alqışlarınızla skeçimiz başlayır.
mama. Sabahın xeyir ay bala. Sabahın xeyir. Niyə üstümü yenə açıq qoyub yatmısan? Hardan görsəm? Bu yenə canlı açıb yatır ya. Hətta. Oğul, səhərəcən TikTokda sizin canlıya baxmışam. Səndən bir ata kimi xahiş edirəm, bir də ağır yemək yeyib yatma. Özün də dur o canlını bağla, pəncərələri də aç. Yaxşı, yaxşı qadın dur. Az dur o söndür az o canlı. Biavır oldum dədəmin yanında. Dur az dur. Paltarla yatırıq. Canlıda 85 qəpik pul yığılıb. Bah! Milyonçu olduq eləmi? Az o 85 qəpiyə görə nəsil kökün arasında məni bir qəpik eləyib səni. Sənin qadan alımsa hər gün 1 manat verəcəm. Bir də canlı açıb yatmayaq, nə olar? Görürlər ya, ayıbdır. Məcid, Ayıbdır, canlı açmağın bax nə pisdir ki. Deyirsən sənin yadından çıxıb, o əyninə geyindiyi tumanda canlıdan yığılan pullarla almışıq. Az mən neynəm onun bunun pulundan özümə tuman almağı? Gül kimi işləyirdim, nana 800 manatlıq işdə. Dedin ki, çıx, ər-arvad birləşək, bloger olaq, patladaq, pul qazanaq, dağıdaq hər yeri. Ondan sonra düşəcəyik qabağa. 3 ayda cəmi bizə dənə tuman qabağa düşmüşəm, mən. Mən niyə evin içində qorxa-qorxa gəzməliyəm ki? Mənim həyat yoldaşım evin hər yerindən aşağı asıb içində dolu su. Mən keçəndə patlayıb başıma tökülsün, su dağılsın, o da çəkib paylaşsın. Niyə evin hər yerinə kamera qoymuşsan? Mən niyə evin içində rahat əynimi dəyişə bilmirəm? Mən niyə əynimi dəyişmək üçün balkona çıxmalıyam? Demirsən, qonşu görə biabr olarıq. Sən balkonda əynimi dəyişirsən. Qonşu görsün nana, görsün qonşu. Qonşu qayd eləmir ki. Buna baxın, kaç söz işlədim mən. Kaç nədir az? Mən salıbsan ne cəmaatın kəşfiyyətinə? Yaxşı da sən canı az deyin, az danış. Hə. Gözdə canlı açıram. Aç. Salam mənim əziz followerlərim. Follow edəndə bir nəfər var orada. Sakit dayanda özüm elə deyirəm də. Hə, yaxşı. Əziz fanlarım, hal-hazırda biz oyanmışıq yuxudan. Mənim balaca pandam da durub yuxudan. Pandam! Baxdı, pandam! Az. Eşitsən, bir də qonqaq elə. Mən səndən evlənənə qədər bir nəslin ağsaqqalı idim. Mən məclisdə sağlıq zad deyəndə uşağı zad ayağı altdan yığışdırdılar ki, ağsaqqal söz deyir. Bir nəslin ağsaqqalını pandaya döndəribsən, sən? Bəsdir. Nə bəsli? Sakit dayan. Sakit dayan. Dayan. Bir adam komment yazıb, gözlə. Zavod deyirəm hər cür, nə? Düşü istəyirsən. Mənə deyirsən, ayıb olsun sən, ailə tərbiyəsi görməyən. Dayan gözlə, vapşı sən atıram ignora. Bir nəfər idi, onu da blok attım. Hə, düz deyirsən. Gözlə çıxardım. Hə, çıxart. Çıxardım. Hə, mənim əzizlərim, biz indi harada qalmışdıq? Deməli, mənim əziz ərim, mənim ürəyim hal-hazırda yatağımıza mənə səhər yeməyə gətirəcək. Nə gətirəcək? Bəsdir. Dədənin evində bütün günü dədəm mamağa səhər yeməyi gətirirdi axı. Mama deyirdi, az gətirə. Az maman heç dədəni yatağa yığanmırdı, bütün gün içi polda yatırdı. Mənim belə zarafatçıldı da, belə Sənin ərinin boynu yerə soxun. Belə arvadı saxlayan boynu yerə soxmaq lazımdır. Nəcib. Hə? Daha belə canlardır, Nə deyir? daha belə. Daha belə nə dost? Məcid, izləyicilərimi də baxımda məni vurma! Eləmə Məcid! Vurma Məcid! Vurma! Məcidin ağası ölsün. Hava qaldı da sən Məcid. Yaxşı, hara kamera qoyursan, gizli çəkişsin, hara qoyumsan? Hər yerdə var. Dostlar, xahiş edirəm. Mən arvadsat döymürəm, mən rahatam, mən yaxşıyam. Mənim qadanalım. Az evdə mən rahat gəzənmirəm kameranın əlindən. Nə çimə bilirəm, nə yemək yeyə bilirəm. Adam niyə öz hamamında gizlənə çimsin ki, birdən kameraya düşər? Niyə mən hər gün yuxudan qalxanda, telegramda, ifşa səhifələrində bulunla olunmuş öz şəklimi axtarmalıyam ki, arvat yerə paylaşım? Canınızı artırıram da sakit deyil. Ayla qalıbaz!
Ailəmi spama düşüb, spama. O ailəni spamdan çıxartmaq üçün gəl nöqtədən deyicildən yazarsan kommentinə. Bəsdir də, niyə qışqırırsan, niyə... Yaxşı eləylə beynimi çöndərsən də mənim. Əziz izləyicilərim, bir dəqiqə gözləyin. Dağılı bir ailəmiz yoxdur, dağıldı ailəmiz. Ailəmiz niyə dağılır? Biz ailəvi blogeriyik, ailə niyə dağılır ki? Dəli sən bizi dost da izləyir, düşman da izləyir. Bir nəfər, bizim həyatımız o bir nəfərin üstündə qurulur və başa düşürsən sən. Məcid, bax səni deyirəm ha, bu blogerlər boşananda izləyicilər də yarı bölürlər. Eləmi? Çağır bir nəfər böləcəm bu stolda, çağır. Ortadan onu çalıb belə böləcəm, çağır bölün bu stolda. Az, o bir nəfər var ha, o bir nəfər bizim qonşudur da, əvvəlcə stəkanla qulaq asırdı. O bir nəfər bizim qonşudur. Əvvəlcə stəkanla qulaq asırdı, indi də girib canımıza baxır. Ay, qulağı çək qapıdan. Qonşu demişkən, sən söz deyəcəm, sən Allah Məcid, məni biabır eləmə. Ma desən biabır eləmə. Az mən səninlə evlənəndən sonra bu video zat paylaşdıq ha. Onun altında yazılan kommentlərin 90%-i bi ilə başlayır. A bi namus, a bi şərəf, a bi qeyrət. Bu nədir hə? Nə olsun? Gör məndən nə qorxudur. Nə olsun, ürəyimə salma, üzvə demirlər ki. Üzümə deməyə gəldilər. Yox, həyatım elə, mən də sən onu deyəcəkdim. Qonşu var, onları qonaq çağırmışam. Qonşu kimdir? Təzə blogerdirlər, evlidirlər də, cütlüklər, məşhurdular. Çox şad. Bizim qonşuya köçüblər, indi onları çağırmışam, bizə qonaq gəlsin. Eləmi çağır gəlsin görək. Qapını açım. Nədə Sən kimdir? Allah məni biabır eləmə. Çağır görək o nə sortdandı, kimdir? Salam, xoş gəlmişsiniz. Buyurun, keçin. Necəsiniz? Salam. Salam. Hoş geldin. Dosi necəsən, Dosi? Əyləş həyatım. Bu ya biraz kişi kimi danışmır, nəsə. Buyurun. Buyurun, oturun, xoş gəlibsiniz. Sağ ol. Bro, işlər necədir? Nə? Bro. Bu nədir? Bro, Muratın qısaldılmışıdır. Hə, olsun da yavaş-yavaş öydəşəcəkdir, yan. Hə. Nətərsiniz, nağaysınız, neyinirsiniz, salamatçılıqdır, yaxşıdır mı hər şey? Yaxşılıq. Süfrə açmasan bu gələn qonşular. İmkan versən açaram da həyatım bir dayan. Elə gördüm, bildim siz gəlirsiniz, sizi çağırdım. Dedim ki, qəşəng sizin üçün avokado dolması eləyim. Ürəyim nə əziyyət çəkirdin? Ürəyim nədir, hə? Ürəyim nədir? Ləhcəm bu deyil, qardaş. Nə ləhcə? Bu bloger ləhcəsidir da. Bloger ləhcəsi. Normalda da elədi o. Qardaş biraz əsəbidir deyəsən. Yaxşı. Yuxudan təzə durub. Əziyyət çəkməzdi, gərək biz elə sifariş eləyərdik, reklam qarşılığında həll eləyərdik. Nə olub hə bizə? Nə olub bizə? Biz pis blogerik. Hə, biz ərvat patladırıq. Bizim bir izləyicimiz var. Ne kadar? Bir Bir mı nedir? O bir mı olmalı diye 1 milyon. Yox, elə bizdə bir nəfərdir bacı. Biz o bir nəfərin şotuna patladırıq. Elə bizdə o bir nəfərlə dolanırıq. Hə. Ürəyim elə bil biraz əsəbi sənin. Ürəyim nədir ki? Ürəyim Nədir ki ürəyim? yaxşı söz mənasında deyirəm. Yaxşı sözümü boğazında qoyacağım Bilmirəm, səni. oturum yoxsa qaçım. Diyorum kaçma, konak gel. Gedim mən yeməkləri gətirim. Nə, yox. Nə gətirsən ki? Mən Akifənin Instagram səhifəsində görmüşdüm də o avokado dolması zat hazırlayırdı. Mən də siz gəlirsiniz deyə onu elədim ki, öz yediyimiz yeməklərdən olsun. Avokado dolması. Kürəkən deyəsən xoşlayır ha avokado dolmasını. Az ölmürəm avokado dolmasından ötürü. Mənim üçün həyatda 2 yemək var. Biri anamın aşıdır, biri avokado dolması. Mən avokado dolmasını yənməsəm yatanmıram. Kişi əsəbləşəndə çıxıb balkonda siqaret çəkər, mən əsəbləşəndə xaladeykdə avokado axtarıram. O sizin paylaşdığınız videolardan sonra ölürəm mən avokado dolmasını ötürüb. Elə özünüzdə avokado yoxşuyursunuz. Nə yoxşuyuram? Avokado yox. Başı cızır ha məndən pərdəni. Pupsik, əsəbləşmə. Ay qolum! Onun qoluna nə olub? Heç nə. Güvən testi videosu çəkildi, sizə baxıb. Yoldaşım dedi, özünü at, mən səni tutacağım. Pupsik tutdu. Video tutdu ama mən tutan olmadı, cırıq-cırıq oldum. O trend elədi də, kociş tutmursan ki onda. Kociş nədir az? Sənsən də. Kimdir az kociş? Sənsən də. Mənəm kociş. Mən hava kociş oldum. Onu Azərbaycan dinlədi, onu Azərbaycan dinlədi. Nə deyim, əriş?
Lutsi Koziş. Mən götür, bu bir Koziş adı var. O oturdu bax mənim üstümə. Bir də gəlir ki, mənim əynimdə də o Koziş adı. Bir dənə deyən, sən kimsən? Sən kimsən? Mən Kozişəm. Bu da Karişdir, Kariş. Kariş. Hörmətli Kociş və Kariş bəy, mümkünsə biz yeməklərdən görürəm yeməyinə heç nəyiniz yoxdur. Bir içməyə nəsə verin də biz içək. Dilimiz ağzımız quruyub. Sizə istəyirsiniz maça gətirim. Nəli maça içirsiniz? Bizə çiyələk siroplu zəhmət olmasa. Yaxşı. Mənim həyatım, Kocişim, sən nə içirsən? Ma ilikli gətir. Ma ilikli gətir bu qonağın qabağında o sümük tayakaya vura iliyini sümürdüm onun içindən. Maça nədir az? Bəsdir. Mənim ərim belədir də, zarafatçı. Hə, yaman zarafat eləyirsən. Öldürür də bizi, yerin dibinə soğur çıxartmır da zarafatlarından. O şokoladlı sevir, mən gedim gətirim. Gətir. Gətir. Zarafat edir, Gətir. əsəbidir. Döyəcək yoxsa nəsə verəcək. Sən xoşuma gəlmirsən, sən mənim. Sən nəsə mənə belə bir tər gəlsən. Geyinmirsən axşalvarı, sarı koftanı, mənə bir tər gəlsən, sən. Ürəyim, mən nə dedim ki? Ürəyim nədir? Həyatım. Kişisən, sən. Sən kişisən, ürəyim nə deyirsən? Neynirsən? Bacı, gəl al da məni bunun əlindən. Mən gətirdin, mən otur yerimə. Mən pandam. Mənim balaca ayım. Sən o sabini vuracam. Ay balaş, nə dedi sənə belə əsəbləşdin? Az balaşdı. Az yaxşı, az yaxşı. Balaşdı, Az deydin. Balam, əsəbləşmə, balam, əsəbləşmə. Balam kimdə? Balam kimdə? Balam kimdə? Balam kimdə? Kimdə balam? Kimdə balam? Elə deyil, hadi. Elə deyil. Bax, qapardadır. Qapardadır. Balam. Ürəyim, əsəbləşmə. Bu nədir? Bu nədir? Bu nə ləhcəsidir? Bloger ləhcəsidir. Sənin ləhcəni dağıdacam. Sənin ləhcəni dağıdacam, gəl bura. Qardaş. Gəl bura, sənin ləhcəni dağıdacam. Balacasan, onsuz da stolun altına gir. Gəl bura. Ürəyim niyə əsəbləşsə? Ay, ürəyim demə, hər vadın yandı mı? Ay, bir dəqiqə dayanın. Bak, akırız dördümüz də buradayıq da. Ən çox xoşumuza gələn akımanı, gəlin çəkək onu. Qonşusu, belə söhbətlər elə də. Qonşusun nədir? Qonşusu da. Nə olub be? Sən narahat yatırsan deyəsən gecələr. Hə, Akifə, nədir sizin ən çox sevdiyiniz akım videosu? Deməli, akımımız deyəndə ki, biz bilirsiniz də ki, milyonları vurub partlatmışıq da, akım deyəndə biz yada düşürük. Ümumiyyətcə, biz belə bir akımımız məşhur idi ki, gəl həyatım, gəl. Bizim belə bir akımımız məşhur idi. Bağla da onu, nə olar? Bir yerə bağla da onu. Ürəyim, onu bir yerə bağla. Gəl pisi. Gəlsin Balım. pişiyim. Gəlsin ömrüm. Yanına ürəyim Gəlsin taxtı sözümü de. pandam, şəkərim. Balım, bir dəqiqə dayan, Balım, şəkərim. səndə quduzluq var, balım. Nə istəyirsən? Gərək çırpsın səni. Kameralarda Demədiniz, akım nə çəkək? Hə, onu deyirdim axı. Qonşitolar, deməli akım deyəndə biz yada düşürük də, bilirsiniz. Bizim ən məşhur akımımız bilirsiniz nədir? Akif mənə bir dənə şillə vurur, biz İspaniyadayıq. Bir dənə şillə vurur, Fransadayıq. Bir dənə şillə vurur, Dubaydayıq. Bu bizim akımımız partladıb da. Tövsiyə edirəm onu çəkək. Deyəsən bu Akifin pulu qutarında şapalaqlayır. Bunu, sən o sağ qoyacam evini. Deyəndə pandam. Həmən buna şapalaq bulsam çıxıb dədəsi evinə gedəcək. Şapalaq nədir? Bu da akım danışsınız. Mənim həyatım, mənim romantik kocişim, Sənin romantik kozaş. mənim balaca pişiyim. No! Mən istəyirəm, kisib gedərəm mən atamın evinə. Görün, mənim həyatım mənim üçün nə qəşəng sürpriz hazırlayıb. Tamam, göstərim də sizə. O sürpriz hazırlaya bilir. Hə, bax. Bu nədir? Bu buket O, bu dəqiqə böyük sürprizi də amma hazırlayır. Bu buket axı dollarla olmalı idi. Niyə manatlandı ki? Bacı, indi ərin öyrətməyib bilmirsən. O nişanlı vaxtı o büket dollarla olur. Evlənəndə manatla olur. Birinci uşaqdan sonra qəpiklə olur. İkinci uşaqdan sonra göyərti alırsan, gül əvəzi verirsən ki, evdə yemək uşaq acından ölməsin. Yaxşı, cırıldı boğazın, yaxşı. Ürəyim düzdür. Deyirəm, və imkan vermədzə gedim maçanda düzəldim gətirməyə. İmkan vermədzə. Maçaya ehtiyac yoxdur. Biz lütfü bir dənə çay verin, Aynen. adi çay. Həyat yoldaşımıza da yaşıl çay verin. Maça niyə içmirsiniz ki? Bir dənə çəkil qadan alın. Maça niyə içmirsiniz ki? Ben onu bütün gün çəkib paylaşır sizə, biz bundan içirik, biz bundan içirik. Özünüz niyə maça içmirsiniz ki? Ürəyim, mən elə şeylər çəmirəm.
Bu da Mən tünd çay istəyirəm. Nə istəyirsən? Tünd çay. Niyə içmirsən masadan? Çəmirəm də biz o videolarda gördüyünüz şeyləri içmirik ya. Biz o videolarda gördüyünüz acayip yeməkləri pişiririk, belə düzəldirik, gəlir. Biz sonra onları reklam kimi çəkirik, sonra atırıq, gedir, yemirik ki onları. Eləmi? Sənin qadan qalın, qoy buna birini qoyum dana nə olar? Eləmək bizi Yaxşı, yaxşı, Qoyma. qonaqpərvər. Balam qoyma. Siz bəs. Bir dəqiqə Diana, bu nətər olur? Bəs sizin bu çəkib yemədiklərinizin əziyyətini niyə bizim ailə çəkməlidir? Mən ölürəm ya avokado yeməkdən. Mən evdə hansı şkaf açsam üstümə avokado dağılır. Və bunu yemirsiniz, bunu niyə çəkib paylaşırsınız? Ben niyə cəmaatın ailəsinə söz-söhbət salırsınız hə? Niyə salırsınız? Biz günahkar. Siz çəkib paylaşmasanız, bu da gəlib bütün günü mənə deməz ki, avokado yeyin. İzləməyin də siz də onda. Kim izləməyin? Bizi. Düzdür də balım. Bax, sən balımın. Sən ol, mən buna birini qoyacağım. Yaxşı da, həyatım eləmə. Gəl pisi, gəl bura. Şeydir, Sən fırlayacaq. bəs mənə çatmır, siz o belə qəşəng şeylər paylaşırsınız, onları heç birini yemirsiniz. Yox. Yəni, bahalı həyat, lüks maşınlar, nə bilim o villalar. Qonşitom, bacışkom, mən sənə başa salacağım indi hamısını da, özümüz idi. Bunu heç kimə demirik. Yo, özümüz deyil, siz ikiniz ayrısınız. Bəsdir də. Qocayım elə demə də xətrim. Sənin. Ay, kişi ol hə bir. Mumla da. Böcək nə də? Hə. Baz bulutlu söz deyil. Deyirdim axı bunların açıqlamasını verirdim mən. Sizin gördüyünüz o maşınlar rentekardır. Hansı ki bahalı. Biz gedirik rentekardan götürürük. O gördüyünüz villalardakı kirayə gündəlik evlərdir də onlardan götürürük. Pullardakı belə, onlardakı şeydir də, kak yivo. Etibarsız. Bəli, etibarsız pullardır. Görsən az. Deyil etibarsızdır. Hər deyilən inanma da. Etibarlı mən bədən eşitdim axı. Sən Allah düzünü de, mən gecə yata bilməyəcəm. Doğrudan o ev sizin deyil. Ay, kliyanız deyil bizim. Ev, pul, maşın eşitsin deyil. Deyil də, bizim deyil. Hər şey reklam xatirinədir. Bir dəqiqə Diyanı, sən inansan ki, bunlar utanmasalar deyirlər ki, biz evli zad deyilik. Nə gülürə? Biz niyə utanırıq ki, onsuz da biz evli deyilik? Nətər evli deyilsəz? Balım bir dənə səbirli. Balım nədir? Balım İzah nədir? İki edirəm. cümləsi işlətdə. İzah et. Bax balım. Biz oturduq dedik ki, həyatımızda yeni bir səhifə açaq, elə bu Instagram səhifəsini açdıq. Evləndik orada yalanlar. Bəli. Bəs o uşaq? O da elə Instagrama görədir, onu da ona görə eləmişik. Cəmaat Instagrama görə uşaq doğru yaz. Bir dəqiqə. No. Mən səhifəyə görə uşaq zat doğan deyiləm. Mən bax gör, uşaq doğan sifət var məndə. Tak što elə şeylər fikirləşmə. Biz o uşağı da kastingə zəng eləyirik. Kaslar var da balaş. O kasta zəng eləyirsən. Balaş deyirik yeni. Qoyacam aynı da ağzını üstündən. Ayva çönmə. Mənim də balaş deməyimə baxma, məndə də doğan sifət yoxdur. Sən bir dənə mənlə təhliyə gəl də, bir dənə gəl də bura. Gəl də bir dənə bura. Balım, Gör nətər doğacaqsan, gəl bir dənə bura. Gəl bir dənə bura, bəl gəl. Короче da biz o kasta zəng eləyirik. Uşağı bizə təşkil edirlər. Biz videolarımızda onu çəkirik, ödənişini eləyirik, çıxır gedir. Belə pulumuzu qazanırıq da, yəni onlar da bizdə. Nə varsınız? Pul qazanır. Hə, pul qazansınız. Bən niyə siz bu haram qurduğunuz sistemə görə bizim halal ailəmizi dağıdırsınız? Biz günahkar deyilik. Günahkar biz olduq. Bir dənə özür istəyirəm. O kamera quraşdırmışdı nə evə? O hardadır o kamera? Hər yerdə var. Hər yer kamera eləmi? Dostlar, eşitsiniz. Bax, belə saxta adamlara görə, yalandan video çəkən adamlara görə ailənizi dağıtmayın. Ailəvizin qədrini bilin. Düzəldin, bir Instagram səhifəsi açın, bir arvad kimi paylaşın. Mən ona bir söz demirəm. Amma nə yeyirsiniz onu paylaşın da. Avokado yemirsinizsə yalandan onu niyə paylaşırsınız? Niyə bu cəmaatın ailəsinə söz-söhbət salırsınız? Özünüz kim olun, nə təsirsiz elə yaşayın. Sadə olun, səmimi olun. Cəmaata nəyiniz var onu göstərin. Yalandan niyə başqa şey göstərirsiniz? Ürəm. Sizin bu şəkilli yeməklərə görə cəmaatın ailəsi dağılıdır. Arvada deyir ki, arvad əlinə deyir ki, o yeməkdən gətir. Bəlkə birinin evində yoxdur o yemək. Ürəm, zorla baxdırmırıq ha. Cəmaat ona baxır, biz də onu paylaşırıq. Nə çəkirsiniz? Bir dənə üzr istəyirəm. Bir dənə üzr istəyirəm. Nə varsan sən? Canlat. Bir dənə qalxın ayağa. Bir dənə qalx, Akif, qalxın ayağa. Ağarasan ki. Yox, heç nə siz. Akifə dedin sən? Hə, Akif. Üzr istəyirəm, bizim adımız Akifə də deyil. Akif deyil. Canlıda Mənim adım Bax, mən Qəzənfərdir. sizə həyatım, eşitsən. Bax, biz əl-arvad patladırıq.
Açırsan təzə Həyatım açmışam, izləyicilər qalxır. Adını da qoysan Kociş Kariş. Qoysan mı? Məczul qoydum. Məczul nədir? Məcid Süleyxa. Hə, Məcid Süleyxa eləmi? İndi mən canlı yayımda bu saxta blogerlər var, Acamat Alladan. Hə. Bunların ikisi adınız nə idi? Adımı bilmədiyim bacı. Sən çəkil qaqa, sən get. Səndən işim yoxdur. Dostlar, O birisi var ya, o adını deyilənə bilmədim. inanmayın. Açıq söylə. Sən çıx söyle. O adını bilmədim qaqaş, bəri gəl. Məni qoyub getmə. Bəri gəl. Bəri gəl. Bəri gəl. Çıx, bəri gəl. Sen zarafat elə İller öpsə də yaşlansan da Çalış ruhun cavan olsun Necəydi dostlar? Əziz dostlar, təəssüflər olsun ki, gecəmiz yekunlaşır. Mən sizin alqışlarınızla aktyorları və senaristləri səhnəyə dəvət eləmək istəyirəm. Əziz dostlar, bizə dəstək olan Elor çılçıraqlarına təşəkkürümüzü bildiririk. Eyni zamanda da bizə bugün burada səhnəni bizə etibar edən Şuşa Dram Teatrına öz dərin təşəkkürümüzü bildiririk. Sağ olun əziz dostlar, gecəniz xeyrə qalsın, təşəkkür edirik. Sen zarafat elə İller öpsə də yaşlansan da Çalış ruhun cavan olsun Həyata sıfırdan başlasan da Qoyma keyfin yaman olsun Dərdi qəmi at elə Arada zarafat elə Kədərini mat elə Sən zarafat elə Hər adamın yaşına görə Sən zarafat elə Hər yerdə başına görə Sən zarafat elə Hər adamın yaşına görə Sən zarafat elə Hər yerdə başına görə Sən zarafat elə Sən zarafat elə